Piyada səkisində maşın saxlamağın konkret cəriməsi var da. 2 bal 60 manat. Bəs görəsən piyada səkisində obyekt tikməyin cəriməsi nə qədərdir? Bunu düşünən olub. Yəni bu gün Bakıda demək olar əksər rayonlarımızda Nərimanov rayonu deyək, Xətaini deyək, indi mən mərkəz rayonları deyirəm, Nəsimi deyək, hər addım başı biz piyadaların səkisinin obyektlə zəbt olunmasının şahidi ola bilərik. Yəni illərlə əvvəl deyir tikmişəm piyada səkisində obyekti, illərin obyektidir, gətirib qoyublar ora və buna qarşı da hər hansı bir yerli icra hakimiyyəti orqanlarında gəlib dindirirsən, bəs bu necə olub? Deyir mənim vaxtımda tikilməyib. Hamısı atır bir-birinin üstünə. Hə, bir-birinin üstünə. Məndən əvvəlki icranın dönəmində tikilib. Abala yaxşı, bu əvvəlki icranın dönəmində tikilibsə, bu da bir nəzarət mexanizmi olmalıdırmı? Çoxsu da özü də təzədəndən başlayır restavrasiya eləməyə. Ki, yəni yeniləyirəm, sənədi var, kupçadır. Amma konkret bir nəzarət mexanizmi yoxdur bununla bağlı. Bu nəzarət mexanizminin elə olmamasından irəli gələrək konkret olaraq bu cür obyektlər durmadan çoxalır.